Belə bir su turbası var. Bu şəkildə də səs verir. Mən də bayaqdan fikirləşirəm ki, uzaqdan arı veçəsinin səsinə oxşuyur. Görəsən hardasa arı veçəsi mi var deyə sağa sola baxıram. Səndimə turbadan gəlirmiş səs. Burada belə oturmaq üçün kiçik oturacaq qoyublar. Maraqlıdır. Piyada gölə qalxanlar, göldən düşənlər yorulsa otursun deyə. Mən təbii ki oturmayacağım, hələ təzə başlamışam yürüyüşə. Qarşıda dağa çıxmadan öncə biraz dincələrəm. Təbiət qoynuna çıxanda nə stres qalır, nə əsəb qalır. Həqiqətən insan sakitləşir bu gözəl mənzərədə. Çox səsküy olmasın deyə qrupdan geridə gedirəm. Qoy qrup geçsin. Gəlmişəm beynim, zehnim dincəlsin, səsküydən uzaq. Onsuz da dağ çıxında sürətlər zəifləyəcək, yenə yəqin çatacam onlara. Amma tək gəzmək hal-hazırda daha zövqlüdür, daha məqsədə uyğundur. Deməli, qanı qoyaq. Bugünkü özümü müdafiə alətlərim sadəcə kiçik bir bıçaqdır. Bu bıçaq da təbii ki meyvə tərəvəz üçün gətirmişəm. Bir də burada baltam var. Bunu da təbii ki odun yarmaq üçün gətirmişəm, amma hər ehtimala gecə tək qalacağım üçün yeganə silahımdır. Odlu silahım yoxdur yenə də. Bu şəkildə